Deməli, bu kombini mən... Какой год был? 2019? Правильно где-то? 18-19, правильно? Установлен? Да. Нет. 17, 18. 18. 2018-ci ildə təhvil vermişdim bu kombini. Menüdən qazı necə tənzimlədim? İndi bu modulyasını başladı eləməyə. Bayaq necədir ki, 2.3 milibar göstərirdi. Bunda 24-lüklərdə minimal qazı unikal olan ideyada 2.3 milibar qaz olur. Maksimal 12.3. Polezne göstərici hardasa 11 milibar olmalı yüksəkdə. Gördüğünüz kimi modülyasiya gedir. O temperaturu ölçür. Yavaş yavaş sürəti artır. İndi forsajı keçir. Yəni bunun yenə təsdiqlənir ki, qazı tənzimləməyə çox vacibdir, hörmətli həmkarlar. Yəni mən indi göstərərəm sizə, bu hələ ki belə işləyir. Mən ona menüdən girib, minimalisindən yoxlayaram. Göstərəcəm sizə ki, nə qədər olur. Gördüyünüz kimi 2.2, 2.3 çərçivəsindən kənara çıxmır. Bu minimaldır. Maksimal. Buyurun. Porno full. Gaz klapını forsajı açıb 11 milibardır. Burada biraz təzyiqdə 1-2 bar oynayır. Yendirdim minimuma. Feti düşdü ən minimuma. 2.3 milibardır. Mən bunu 2019-2018 idi təhvil verdim. Bugünə kimi necə var tənzimləmişəm, elə də qalır. Prosta vaxt çatıb ki, bunun yumaq ehtiyacı oldu. Üstün sistem konverjı yuyulub. Şimdi finish üzrədir. Mən də qazı tənzimləməli, qazın yoxlamalıyam ki, görüm dəyişikliklər olub olmayıb. Necə qoymuşam, elə də durur. Və reduktorun olması, əlbəttə ki, o da vacibdir. Çünki olmasa burada təzyiq həmişə oynayır. Burada dinamik olur girişdə. Çıxışda statik. Deməli, bunun qazın tənzimləməsi əsas rolu nə üçün oynayır? Minimalni qazı qoymuşam 35 dərəcədir. Gördüyünüz kimi bu modulyasiyanı salıb aşağı ən minimuma. Və çalışır 35-in çərçivəsindən kənara çıxmasın. Gördüyünüz kimi. İndi mən artırıram, tutalım 60-a. Bu qazı getdi qaldırmağa ki, mən istədiyim temperaturu qaldıra bilsin. Gördüyünüz kimi. Məsələn, mən istəyirəm 40 rejimi, 42. Bir iki dərəcə oynaya bilər. Bunu normadan kənara çıxmır. İndi mən təzədən qaytarıram bunu 35-ə. Yay rejimində. Gördüyünüz kimi getdi, qazı saldı ən minimuma.
modulyasiyanı eləyir. Bu əməliyyatda hər bir mənzildə əlbəttə ki, fərqli soyuq suyun gəlməyi fərqlidir. Kimdəsə güclüdür, kimdəsə zəifdir. Güclü olsa da pis deyil. Amma az olanda gələk siz uyğunlaşdırarsınız. Kombinin qazı minimalisindən o suya və sabah yayda isti suyun temperaturu özü bir 22 dərəcəyə çatanda ana xəttində olanlar bu qaynama verməz. Mən minimum 35'dir. Gördüyünüz kimi öz işini nə tər lazımdır aparır. Yəni həmişə çalışmaq lazımdır minimum qazda həlləmək lazımdır. Çünki bax bu unikalı mən təhvil verəndə həmişə zavoddan minimal qazı 2.3 əvəzinə 4.2 gəlirdi. Gördüyünüz kimi yay rejimi tamamilə saxlayır. Yəni bugünə kimi o isti su ilə olan şikayət olmayın burada. Gördüyünüz kimi 35 tamamilə saxlayır. Suyun axıntısı da yandan sonra belədir.